Sən Azərbaycan ordusunda xidmət eləmisən. Ümumiyyətlə, sənin vətənə, vətənpərvərliyə münasibətin mənim üçün maraqlıdır. Yox, vətənpərvər düzü belə böyük anlamda bilmirəm vətənpərvərəm yoxsa yox. Yəni mənə görə vətənpərvər necə olmalıdır? Mən hələ bunu belə deyək də tam indi tutaq ki, əgər xidmət eləmək, əsgərlik vətənpərvərliksə, mənə görə deyil də. Yəni hamı bu məcburi bir şeydir. Gedirsən ora xidmət eləyirsən, borcu da belə deyək, indi dövlətin qoyduğu qanundur və vətənə borcunu qaytarırsan. Mən vətənpərvərliyi başqa istiqamətlərdə də axtarıram. Məsələn, fikirləşirəm ki, bax indi ədəbiyyatçıyam da, vətənpərvər kimi nə etməliyəm? Yəni bir insan öz dövləti üçün, öz milləti üçün, öz xalqı üçün də nə etməlidir? Vicdanlı olmalıdır, ləyaqətli olmalıdır. Nə bilim, tutaq ki, rüşvət almamalıdır, rüşvət verməməlidir. Bu şeylər də mənim üçün vətənpərvərlikdir və mən daha çox burada axtarıram. Nəinki hərbi xidmət keçməkdə, nəinki digər belə deyək də bu müharibə söhbətləri düşəndə asıb kəsmək söhbətləri eləməkdə. Mənim üçün belə deyil. Ancaq belə deyək, patriot deyiləm, milliyyətçi deyiləm və bunlara qarşıyam. Mənə görə ümumiyyətlə düşünən adam, təfəkkür adamı milliyyətçi olmamalıdır. Var dünyada məsələn milliyyətçi olan insanlar da var, onlar içində yatçılar da var. Fikir adamları da var. Ancaq mənə görə deyil də, yəni mən yatıb durub vətən söhbətləri eləmək. Bunlar mənə pafosuz gəlir və elə bilirəm ki, ümumiyyətlə bu tez-tez vətən söhbətləri eləyən adamlar, yəni xalqı, mənim millətim deyən adamlar elə bilirəm ki, böyük bir dənə yalan danışıb. Nəsə arxada belə rüşvət alıbdı. Çıxıb indi belə onu belə kompensasiya eləyir də özünə. Hə, qalsız zadda geyinib görürsən, qarın da nə boyda çıxır. Xalqım qabağa, bəs də xalq deyə bütün hər şeyi yığmısınız, eləmisiniz. Bu adamlar, bəlkə də bu adamların varlığına görə də məni belə düşündürən. Bütün hallarda yəni vətənpərvərliyə münasibətim bundan o yana deyil.